Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə pomidordan hər il qış üçün bol-bol hazırladığım, qışda isə gərək biraz daha çox hazırlayardım dediyim, bütün yeməklərdə demək olar ki, istifadə etdiyim qışlıq pomidor resepti paylaşacağam. Əvvəlcə 5 kiloqram pomidoru yaxşı-yaxşı yumuşam. Daha sonra pomidorun özəy hissəsini çıxarıb gördüyünüz şəkildə bir neçə dəfə dilimləyirəm. Yaxşı olar ki, ətli pomidorlardan istifadə edəsiz. Mən bu resepti bəzən də əziyi pomidorlardan istifadə etməklə hazırlayıram. Doğradığım pomidorları ətçəkən maşından keçirdirəm. Daha sonra altı qalın iri bir qazana ətçəkən maşından keçirdiyim pomidorların hamısını əlavə etdim. Ocağa yerləşdirdim. Qaynara düşdükdən sonra arabir gördüyünüz şəkildə qarışdıraraq qaynadacağam. Qapağını örtmürəm, açıq halda suyunun buxarlamasını gözləyəcəm. Qaynatma prosesi təxminən yarım saat 45 dəqiqə ərzində olacaq. Üzərinə çıxan kəfləri qaşığın köməyi ilə yığdım və təxminən 4də 3-ü qalana qədər pomidorları qaynadıram. Bu şəkildə dibinə çökəcək, yəni təxminən 2-3 dəqiqə ərzində bir qarışdırmaq lazımdır ki, dibi tutmasın. Bu arada videonu bura qədər izlərsəniz bəyənərək rəy yazmağınızı gözləyəcəm. Qış hazırlıqlarına başlamısınızmı? Əsasən nələrdən hazırlayırsınız? Nə hazırlayırsınız? Rəylər bölməsində paylaşsanız sevinərəm. Suyunun nə qədər buxarlandığını görürsünüz. Əvvəl buradan idi, sonra buxarlandıqca azaldı. Ocaqdan götürdüm, elə isti-isti əvvəlcədən steril etdiyim bankalara yığacam. 5 kiloqram pomidordan 4 ədəd gördüyünüz 720 mg-lıq banka qədər alındı. Elə sizdə də təxminən bu qədər olmalıdır. Qapağını sıx bağlayıb tərs çevirdim və hər zaman olduğu kimi adyala bükəcəm ki, öz vamında yavaş-yavaş soyusun. Bir gün adyalın arasında saxlayacağam. Qapaqları da steril etmişəm. Bu qədər qışlıq pomidor reseptim artıq hazırdır. Bu pomidorlar qışda mənə demək olar ki, hər gün lazım olur və əsl pomidor dadı verir. Tərkibində duz da olmadığı üçün yeməklərimdə də çox rahatlıqla istifadə edə bilirəm. İstər sulu, istər quru yeməklərinizdə istifadə edə bilərsiniz. Bu qədər. Ümid edirəm bu video da sizlər üçün faydalı oldu. Hazırlayıb qışda istifadə edən zaman doğrudan da yaxşı ki etmişəm deyəcəksiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələcək videolarımda təkrar görüşərik. Sağ olun, Allaha əmanət olun.